İndi isə ən qədim qırışıqlıq vilayətinə baxırıq. Ən qədim qırışıqlıq məhz Baykal qırışıqlığıdır və Baykal qırışıqlığına aid olan ərazilərə materiklər üzrə qeyd etsək, Avrasiya materikindən başlasaq, burada Almaniya polşovalının şimalında biz Baykal qırışıqlığını görə bilərik. Açıq bənövşəyi rənglərlə qeyd olunan ərazilərin hər birində məhz Baykal qırışıqlığıdır. Burada təxmini Teman tirəsində, Yamal-Qıdan yarımadalarında, Ob və Yenisey çay hövzələrində, Baykal gölü ətrafında, məhz burada Baykal dağları var, sonra Patum yaylası var. Taymır yarımadasının cənubunda, sonra Çin düzənliyinin bir hissəsində Baykal qırışıqlığına aid olan əraziləri görə bilərik. Sonra Ərəbistan yarımadasında geniş bir ərazidə Baykal qırışıqlığı vilayəti yayılmışdır. Sonra Afrika materikinə baxsaq, burada Atlas dağlarından cənubda müəyyən bir hissədə meridian istiqamətində yayılıb. Sonra Seneqal ovalığı ərazisində rast gələ bilərik. Angola, Namibiya ərazisində, Tanqanika, Niyasa, Rudolf gölləri ətrafında məhz Baykal qırışıqlığına, sonra Somali yarımadasının bir hissəsində biz Baykal qırışıqlığı vilayətinə rast gələ bilirik. Bir də Cənubi Amerikanın cənubunda məhz burada Kap dağlarından olan ərazilərdə məhz Baykal qırışıqlığına aid olan ərazilər yayılmışdır. Sonra Avstraliya materikində müəyyən bir hissədə burada Baykal qırışıqlığına rast gələ bilirik. Cənubi Amerika materikində Braziliya yaylasında Baykal qırışıqlığına aid olan ərazilərə rast gəlmək mümkündür. Gördüyümüz kimi xəritədə Antarktida materikində və Şimali Amerika materikində Baykal qırışıqlığına aid olan ərazi yoxdur.